bu havalara görünür ki bir değil bir neçə dəfə müraciət edəcək. Bu bizi sevindirir. Evet. Bizim daha bir Zeynalabdinov ocağından istedadlı yetirməmiz var, dostumuz var. Gəlin onu səhnəyə dəvət edək. Görək Qərb aşıqlığının gənc nümayəndəsi özünü bir Şirvan havasının təqdimatında nə qədər rahat hiss eləyəcək. Dəyərli dostlar, bəli, Əli Zeynalabdinovun yetişdirdiyi aşıqlarımızdan biri. Amma həm də Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan, muğam sinifində təhsil alan bir gəncimizi dəvət edəcəyik. Elə Aşıq Əlinin doğma qardaşı və onun da şəhərdə olan Xəqani Zeynalabdinov gəlir. Görək bir gözəlləmə oxuyacaq Şirvan aşıq havasına hansı könüldə, hansı ovqatda müraciət edir buyursunlar. Şanlı tarix yazdı qəhrəman ordum. Şanlı tarix yazdı qəhrəman ordum. Qələbən mübarək Azərbaycanım. Yayılsın ellərə toyu büsatım. Yayılsın ellərə toyu büsatın. Ay biz səni şad görək Azərbaycanım. Qələbən mübarək Azərbaycanım. Biz səni şad görək Azərbaycanım. Qələbən mübarək Azərbaycanım. Həmişə zirvədə durasan belə, düşmənin bağrını yarasan belə, dəmir yumruğunu vurasan belə, dəmir yumruğunu vurasan belə, ay var olsun o bilək Azərbaycanım. Qələbən mübarək Azərbaycanım. Var olsun o bilək Azərbaycanım. Qələbən mübarək Azərbaycanım. Qəhrəman ordunun sorağı gəlsin, sönməsin azadlıq çırağı gəlsin. İgid əsgərin bayrağı gəlsin, İgid əsgərin bayrağı gəlsin. Ay eyli xoş dilək Azərbaycanım. Qələbən mübarək Azərbaycanım. Eyli xoş dilək Azərbaycanım. Qələbən mübarək Azərbaycanım. Ucalsın hər zaman nəğməli səsim. Ucalsın hər zaman nəğməli səsim. Qəza yollarını yetib kəsməsin. Xəqani arzular bir də əsməsin. Ay aman, ay aman, ay aman ey. Xəqani arzular bir də əsməsin. Üstünə bədkülək Azərbaycanım. Ay aman, qələbən mübarək Azərbaycanım. Ay aman ey. Qələbən mübarək Azərbaycanım. Qələbən mübarək Azərbaycanım. Biz səni şad görək Azərbaycanım. Qələbən mübarək 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 Azərbaycanım. Əziz dostlar, bəli, biz gözəlləmə eşitdik. İfa məqamında, vokal məqamında bizim gənc xanəndəmiz, gənc aşığımız hər ikisi onun ünvanına şamil olunacaq ifadələrdir. Xəqani Zeynalabdinov idi. Onu müşahidə edən sənətkarlarımıza bir daha minnətdaram və maraqlıdır ki, müşahidçi qardaşlarımız da Qərb aşıqlarının ruhunu, Şirvan aşıqlarının ruhunu
eyni tutmağa çalışırlar. Bir daha təşəkkürümü bildirirəm. İstərdim ki, Xəqani Zeynal Abdinovun ifasına bir toxunaq. Yenə deyirəm, burada kimisə ifasını təftiş etmirik, səhv və ya düzünü axtarmırıq. Amma fikir bildirmədən də keçmək olmaz. Xəqani başları teldə, müxəyidə, qaytarmada, dilgəmidə özünü daha rahat hiss edir. Amma bugün hələm müraciət etmədiyi repertuara keçid eləyibdi. Bir baxaq görək uğurlu tərəf nə idi, alqışlanası, hardasa tövsiyə ediləcək məqamlar hansılar idi. Bir ötəri də olsa üstündən keçək. Birincisi, gözəlləmələr sazın baş kökündə, şikəstə pərdəsində özündə yer alıb, əksəriyyəti. İkincisi də ki, Şirvan aşıq mühitində, yəni xanəndə yaradıcılığından aşıq yaradıcılığı qoşa qanat kimidir. Məni sevindirən hal o oldu ki, Xəqani qardaşımız, Allah uğur versin, işıqlı sənət yolları arzulayırıq. O muğam da elədi. Gördünüz, yaxşı keçid elədi. Çalışdı, tam əməl eləsin qaydalara. Peygah qaydalara. muğamını elədi bir parça və keçid elədi, ayaq verdi gözəlləməyə. Yəni cavandır, həm də muğam təsiri almasına baxmayaraq o ürəklənib, o gözəlləməni oxudusa, deməli biz ona alqış deməliyik. Çox sağ olun, doğru. Yaxşı şirin səsi var, həm də qardaşı da, Əli qardaşımız da bilirəm ki, yəni bu baxımdan ona yaxın dəstəkdir, kömək eləyir. Yaxşıdır, uğurlar arzu eləyirik. Mən inanıram ki, bundan da yaxşı olacaq. O potensial var onda, o zəhmətkeşliyinə bələdəm. Buyurun, sizin Hafiz müəllim, fikirləriniz maraqlıdır. Qorxmaz müəllim, mən də alqışlayıram Xəqaninin ifasını. Çox gözəl alındı. Biz bayaq misallar verdik qərb mühitindən. Fərqi nəzərinizə çatdırmaq istəyirəm ki, əvvəllər bizim ustadlarımız kəndlərdə, eldə, obalarda müraciət eləyirdilər. Bu hər halda bir qərb aşığı idi.